Salam, xəbərin brendi, günün trendi efirdədir. Rusiyada qətlə yetirilən Azərbaycanlarla bağlı ekspertizanın nəticələrinə dair mətbuat konfransı keçirilib. Nəticələri Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov açıqlayıb. Müayinə nəticələrinə əsasən bildirilib ki, Hüseyn Səfərovun ölümünə post-hemorragik və post-travmatik şok, Ziyəddin Səfərovun ölümünə isə çoxsaylı xəsarətlərlə əlaqədar baş verən post-travmatik şok səbəb olub. Yəni belə başa düşülür ki, travmadan ölüb və bu travma küt alət tərəfindən yetirilib, naməlum məqsədlərlə yetirilib, bilinmir bu harda yetirilib, kim tərəfindən yetirilib və harda yetirilib. Güya bunların heç birinin heç nədən xəbəri yoxdur. İyulun 1-də Azərbaycan Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüşündə ilk növbədə Yekaterinburqda qanunun ciddi şəkildə pozularaq aralarında həm Azərbaycan və Rusiya vətəndaşları olan soydaşlarımızın qətli və xüsusi qəddarlıqla döyülərək xəsarət alması ilə bağlı Azərbaycan Respublikasının etiraz notası qarşı tərəfə təqdim olunub. Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən 2 mütəşəkkil cinayətkar dəstə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Rusiya vətəndaşları olan şəxslərin qanunsuz əməlləri ilə bağlı polis tərəfindən əməliyyat axtarış tədbirləri davam etdirilir. Bakıda ən çox istifadə olunan körpülərdən birində təhlükəli vəziyyət yaranması haqqında məlumat yayılıb. Metronun Koroğlu stansiyasının yaxınlığında yerləşən və Koroğlu körpüsü kimi tanınan körpüdə iri çatlar əmələ gəlib. Oradakı vəziyyətin avtomobillər üçün kifayət qədər təhlükəli olması, hər hansı xırda hərəkətliyin ağır nəticələrə səbəb ola biləcəyi qeyd edilib. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Baku WS-ə bildirilib ki, bu aşırım qurğusunun konsol dayağa oturacaq hissəsində dayaqla aşırım qurğusu arasındakı deformasiya tikişiri çat deyil, belə olmalıdır. Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib. Xanım sürücünün idarə etdiyi Çanqan markalı nəqliyyat vasitəsi idarə etmədən çıxaraq aşıb. Hadisə zamanı avtomobilə ciddi ziyan dəysə də xəsarət alan olmayıb. Ödənişli avtomobil yolunda qəza baş verib. Yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində Çin istehsalı Çanqan markalı avtomobil idarə etmənin itirilməsi nəticəsində aşıb. TikTokda əyləncə yarışları təşkil edən və ötən ilin dekabrında ağır ittihamlarla həbs edilən aparıcı Azər Zahid azadlığa buraxılıb. Nərimanov rayon məhkəməsi onun barəsində ev dustaqlığı qəti imkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb. Azər Zahid məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, Azər Zahid sosial şəbəkədə əxlaqsızlığı təbliğ etməkdə ittiham olunurdu. Ona qarşı cinayət yolu ilə əldə edilmiş pulları legallaşdırma, qumar oyunları təşkil etmə və başqa maddələrlə ittiham irəli sürülmüşdü. Xatırladaq ki, ötən ilin dekabrında TikTok əməliyyatı ilə bağlı 15-dən çox saxlanılan var idi. Onların bir çoxu narkotik ittihamı ilə həbs edilmişdi. Son bir neçə ayda onların əksəriyyəti ev dustaqlığına buraxılıb. Qəbələ rayonu Mıxlıqovlaq kəndinin sakini daşqın təhlükəsindən danışır. Qaynar xəttimizə video göndərən sakin deyir ki, çayın bəndinin olmamasından narahatdır.
Paytaxtın Əhmədli metrosu çıxışında yerləşən geyim mağazasında oğurluq hadisəsi baş verib. Hadisə zamanı müşahidə kameralarına düşən görüntülərdə qadınlardan birinin geyim almaq bəhanəsi ilə bir köynəyə askıdan çıxarıb paketə yerləşdirdiyi, digərinin isə 50 manat dəyərində ayaqqabını götürərək tələsik şəkildə mağazanı tərk etdiyi aydın görünür. Zərər çəkən mağaza sahibi bildirib ki, həmin şəxslər içəri daxil olduqları an onları uzaqlaşdırmağa çalışıblar. Lakin qadınlar qışqırıq və hayküy salaraq müqavimət göstəriblər. Baxın, diqqətlə baxın. Biri burada gəl krasovka alır, krasovkaya baxır. Biri köynəyə baxır, biri şalvara baxır. Cavablar nəsə alacaq. Konkret şəkildə bunlara bir tədbir görülməlidir. Bunların heç bir xeyri yoxdur. Vətəndaşlara heç bir xeyri yoxdur bunların. Bütün günü oğurluqla, quldurluqla məşğuldular. Bax, burada diqqətlə fikir verirsiniz. Meşikadan çıxardır köynəyi, güya alır. Baxın, güya meşikadan köynəyi çıxardır, güya indi bu köynəyi alacaq. Bir şalvarı qatdalayıb, ya şalvar alır. Xətai rayonu Sadıqcan küçəsində yol kəsişməsində qarpız satırlar. İnanın ki, həqiqətdir. Tamaşaçımız şəkillərini də çəkib qaynar xəttimizə göndərib. Axı yol sürücülər və piyadalar üçündür, alver üçün deyil. İyunun 29-da Bakı Ağşəhər bulvarı ərazisində dənizdən meyidi tapılan şəxsin Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi olduğu məlum olub. Meyidi tapılan şəxs Akademiyanın tələbəsi 18 yaşlı Abbas İsmayılovdur. O, Azərbaycan Dövlət Dəniz Akademiyasında gəmi energetik qurğularının istismarı mühəndisliyi ixtisasının 2-ci kurs tələbəsi olub. Tələbənin hansı şəraitdə və nə vaxt dənizə düşərək öldüyü hələlik məlum deyil. Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır. Hər gün yurdumuzun bir dilbər güşəsindən çəkiliş edib onu bütün Azərbaycana tanıtmaq istəyirlər. Daha bir izləyicimiz, tamaşaçımız Füsunkar güşəmiz Laçında bir şəlaləni bizlərə tanıdır. Bura nədir belə? Ha? Artalım göylərində uçum mən, duman olub torpağında sürürlər, yanlış olub düzlərlə çilərlə, yaxıb yandıran başımın mənim, artalım göylərində uçum mən. Hörmətli tamaşaçılar, bu mənim sizə təqdim etdiyim sonuncu videoydu. Sizi də maraqlandıran və narahat edən məsələlərlə bağlı bizə yaza bilərsiniz. Video çəkib göndərin və biz də sizi sizə göstəririk. Hörmətli tamaşaçılar, bugünlük bu qədər xəbər ziyafətimiz yekunlaşdı. Sabah yenidən görüşərik. Vədimizə sadiq olaq.